İslam deyəndə Ceyhun qardaşım birinci növbədə Qurani-Kərim və sünnətdir. Yəni biz İslamı adına nə danışsaq, birinci növbədə ilk Qurani-Kərimdən danışmalıyıq. İnananlar üçündür. Bu da var, başdan söyləyeyim. Bəli, inanmaq önəmlidir. Çünki iman işidir. Biz elhamdülillah 29 deyəndə hamı biraz duruxur ki, yəni mən 30-cu gün oruç tutmayasam, niyə 29? Bunu biraz aydınlaşdırmamızı istəyərdim. İçki içən insandır, amma Ramazan ayında içmir adam. Hörmət, kəramət. Bəli, ən azından Ramazana hörmət edir. Amma inşallah ki, onun o qoyduğu hörmət də Allah onun qəlbinə bir hidayətlə vəsf olar. Təzə namaza başlayanda istər-istəməz insanlar biraz çəkinir məscidə girməkdən. Girərən birdən mən fərqli yola çəkərlər, fərqli yerə apararlar. Yəni bu məscidlərin üzərinə vurduqları bu damğa nəticəsində bu möhür yanlış möhür. Onları soğutdu bu şeylərdən ki, yəni gənclər istər-istəməz fərqli bir məzəmmət. O da doğrudur. Çox gözəl vurğuladınız. Bəzən deyirlər, mən namazı tərk elədim. Sən namazı tərk eləmədin. Namaz səni tərk elədi. Hər birinizi salamlayıram. Bugün istəyirəm ki, Sözün Özü proqramımız vasitəsilə həm də gördüyünüz kimi qonağımız olan Nərimanov rayon Cümə məscidinin imamı Araz müəllimlə xoş gəlmisiniz bu arada Araz müəllim. Xoş gördük. İstəyirik ki, Ramazan haqqında, Ramazanımızı necə daha dəyərli, necə gözəl bir şəkildə keçirə biləcəyimiz haqqında biraz daha ətraflı, öz fəhmimizi genişlədəcək mövzular haqqında biraz danışmaq istəyirik. Araz müəllim, necəsiniz? Nə var, nə yox? Allah razı olsun. Siz yaxşı olun, əziz qardaşım. Birinci növbədə mən də Ramazan ayı münasibətilə bütün ümmət-i Muhammədi, xalqımızı Rəbbim inşallah bu Ramazan ayını fəzilət olaraq rəhmətindən, məğfirətindən, sonra cəhənnəmdən qurtuluş olan Ramazanı gözəl bir şəkildə ihya eləməyi nəsib eləsin. Bizləri və xalqımızı inşallah Ramazan bayramına qovuşmağı nəsib eləsin. İnşallah. Və çox o qədər gözəl bir rəhməti bol olan aydayıq ki, yəni bu aydan nə qədər danışsaq, nə qədər söhbət açsaq, yenə bitməz. Çünki insan aciz qalar. Niyə görə? Çünki ayətlərə baxdığımız zaman, hədislərə baxdığımız zaman bu ay o qədər fəzilətlidir ki, əlbəttə ki, inananlar üçündür. Bu da var, başdan söyləyeyim. Bəli, inanmaq önəmlidir. Çünki iman işidir. Biz elhamdülillah necə ki, oruc kimlərə fərz dediyimiz zaman orada birinci müsəlman olmaq gəlir. Ona görə də həmd olsun. Allah bizi Ramazana qovuşturdu və Ramazanın ortasındayıq. Məğfirət günlərini yaşayırıq. Allah sona qədər bunu yaşamağı nəsib eləsin bu həzzi. Amin, inşallah. Mənim birinci sualım olacaq ki, Ramazanda ay təqvimini müəyyən eləməkdən başlayaq. Bu ildə 29 gün oruç tutacağımız deyilir. Bu bəzi insanlarda çaşqınlıq yaradır ki, ağız vərdişi olaraq bir ay öyrəşiblər. 29 deyəndə hamı biraz duruxur ki, yəni mən 30-cu gün oruç tutmayasam, niyə 29? Bunu biraz aydınlaşdırmamızı istəyərdim. Birinci növbədə ümumiyyətcə İslam deyəndə bütün müsəlmanlar unutmamalıdır ki, yəni bunu əlbəttə ki, bütün İslam alimlərinin qoyduğu bir fətvadır, görüşdür. İslam deyəndə Ceyhun qardaşım birinci növbədə Qurani-Kərim və sünnətdir. Yəni biz İslamı adına nə danışsaq, birinci növbədə ilk Qurani-Kərimdən danışmalıyıq. Qurani-Kərimdə bu haqda Allah nə buyurur? Onda olmadığı zaman əlbəttə ki, ikinci bizim qaynaq olan kitabımız Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hədis şərifləridir ki, o hədis şərifdə nədir? Peyğəmbərimizin həyatıdır. Peyğəmbərimizin də həyatı nədir? Qurandır. Quranın canlı, bəli, canlı yaşantısıdır Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ta 1400 il bundan əvvəl bu məsələlər yenə də tartışılan bir məsələdir. Məsələn, günümüzdə bu da eynən sizin dediyiniz kimi həqiqətən də insanlar bəzən deyir ki, hə bu ay Ramazan ayı 29-dan oldu, bəzən 30-dan olur. Bu da əlbəttə ki, ta 1400 il bundan əvvəl dediyim kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sahabelər sual verdiyi zaman ya Rasulullah biz Ramazan ayını necə tərtib eləyək, necə bilək deyə. Onlar o dövrdə indiki müasir texnologiya olmadığından dolayı, məsələn bu gün rəsədxanalar var, deyək ki, müasir texnologiyalar var. Çünki biraz asaddır, açıq. Qabaqdan belə proqnoz verir. Bəli, qabaqdan proqnoz. Əlbəttə bu da Allahın elmidir. Bəzən bir mənalı qarşılanmır. Məsələn, bir yağışın yağmağıdır. Bu havalar bu gün proqnoz verdiyi zaman bəzi insanlar var ki, məsələn bir mənalı qarşılanmır bunu. Amma bu unutmamaq lazımdır ki, bu Allahın nemətidir. Yəni. O da bir Allahın elmidir. Bu texnologiya da əslində əlimizdə işlətdiyimiz bu çəkilişlər, kamerada bu özü də hamısı Allahın elmidir. Amma təbii ki, onu gözəl yönə yönəltmək lazımdır. İndi gələk məsələn Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm dövrünə ki, Peyğəmbərimiz ayın görməsi ilə tərtib edərdi Ramazanı. Ay gördüyünüz zaman Ramazanı ayına başlayın, oruca başlayın. Bilirsiniz ki, ay incə bir sap halında, halqa halında hilal dediyimiz o şəkildə artıq ayın birinci günü olur, başlayır və sonra da nə olur? Tam bütün halına gəlir ay. O artıq 15-ci günə gəlir. Ayın 15-ci bilir, artıq tam açıq görünür. Və ondan sonra artıq nə olur? Ay kiçilməyə başlayır və kiçilir və tamamilə yox olur. Yox olanda artıq ilk çıxılan ayın o ilk necə ki çıxmışdısa hilal formasında çıxdığı zaman Ramazan bayramının da tərtib olunur. Demək o günlərdə, yəni o əsrdə Peyğəmbərimizin dövründə aydan
başlayarmış, ayın Aylara çıxışı ilə bitirərmiş. ayına bitirərmiş. İndi bu haqda Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm məşhur bir hədisi var ki, çünki yaxşı bəs bu dəqiqə günümüzdə təbiət olaraq, yəni iqlim olaraq fərqli yerlər var təbii ki. Bəli. Elə məsəl üçün yerlər var ki, dumandır, görünmür. O haqda da Peyğəmbərimizin bir asanlaşdırdığı bir hədis şərif var. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, əgər deyir ayı görməzsənizsə deyir 30-a tamamlayın. Yəni 30-a tamamlayın. Yəni bu da bir Doğru. bəli. Yəni ondan dolayı görməsə belə insan 30-a tamamlayır, amma gördüsə 29-a tamamlayır. İndi ona görə hər zaman bizim zamanımızda da bəzən ixtilaflar olur. Ən çox da ixtilaflar ilk başda. Ay görmürlər, biz görmədik. Amma bir mənalı olaraq düşünmək lazımdır ki, bu gün o da Allahın elmidir, texnologiya. Məsələn, biz Azərbaycanda görə bilmiriksə, deyək ki, Türkiyədə göründü, yaxud da ki, Misirdə göründü. O bizə qəbuldur artıq. Çünki o bilgini aldıq. Biz özümüzün görməyə şərt deyilik. Bəli, şərt deyil. Çünki yəni birinin şahidliyi ilə göründüsə o artıq kifayətdir. Dəlil Bir olaraq. müsəlman olan bölgədə Bəli, əlbəttə ki, yəni sağlam bir qaynaqdan, sağlam bir insanın onu görməsi, söyləməsi, fətva verməsi kifayətdir. Bu da zamanımızda da bunlar olur. Yəni biz də onlara belə deyək, o fətvaya uyaraq başlamış oluruq. Mənim ikinci sualım əsasən orucda sadəcə az qalmaq məsələsidir. Deyilir ki, təkcə az qalmaqla kifayət eləməməlidir, bundan kifayətlənməməlidir. Çünki namaz qılmayıb oruç tutan insanlar da var. Və biz ümid edirik ki, o oruç tutduqları həmin oruc onların hidayətə gəlməsinə bir vəsilə olar deyə ümid edirik. Az qalmaqdan savayı biraz daha getmək, o gözün orucu, qulağın orucu, dilin orucu, istəyən biraz bunlar haqqında. Onsuz da Ceyhun qardaşım, orucda əslində bütün ibadətlər var ha. Yəni baxdığımız zaman Allahın öz qullarına əmr etdiyi ibadətlərdə bir hikmət vardır. Məsəl üçün namazdır, deyək ki, hələ adi bir namazda məsəl üçün ilk öncə namaz qılmamışdan əvvəl Peyğəmbərimizin həyatına baxdığımız zaman, bu ayətə baxdığımız zaman təmizlikdən bəhs eləyir əslində. Yəni qüsul dediyimiz, dəstəmaz dediyimiz, yəni bunlar ilk namaz deyəndə birinci bu yada düşür. Yəni namazın qapısı birinci təmizlikdən başlamaq lazımdır. Yəni bu qüsul dəstəmaz. Yəni müasir alimlər, əsasda məsəl üçün həkim olan, sahəli olan insanlar həqiqətən də çox məsəl üçün müəyyən bir yerlərdə görüşdüyümüz zaman həkimlərin danışdıqlarına nəzərə alaraq söyləyirəm bunu. Həqiqətən onlar ən çox Allahın dediklərini kəşf edən insanlar alimlərdir. O cümlədən də həkimlər də bu yöndən baxdığı zaman həqiqətən də İslamın o qədər Allahın əmrlərində və qadağalarında elə bir hikmətlər var ki, hamısı insana xeyirdir. Məsəl üçün bir namaz qılan bir insan ilk öncə birinci qüsl olmalıdır. Sonra dəstəmaz olmalı, təmizlənməlidir. Baxın, Allah bizi pak istəyir, təmizlənməmizi istəyir. Təmizlik gözəllikdir. Təmizlik fərahlıqdır. Yəni insanın ümumiyyətcə psixoloji olaraq da istər özündən olsun. Birinci təbii ki, insan özündən başlamalı təmizləmək. Ətraf mühiti belə təmiz olanda insan ruhaniyyətə təsir edir. Yəni Allahın buyurduqları hər bir əmrlərində, qadağalarında, istər yəni əmr bil ma'ruf dediyi, nəhyan münkər dediyində hamısında insana xeyirdir. İndi o cümlədən də oruca gələk indi. Əslində oruc insanı sanki Allah Azza və Cəllə ildə bir dəfə bir təzəliyir. Yeniləmək var. Yəni nə yeniləmək var? İnsanı bir sirkələyir. Yəni bunları etmə, bunları et, bunları etmə. Halal olan şeylər belə. Bəli, halal olan məsəl üçün, adi məsəl üçün oruç tutanda bizim məsəl üçün bizə halal olan qidalar var ki, onları belə qadağan eləyir. Ki bu ayda qadağandır və müəyyən vaxta qədər. Və bunu alimlər bayaq dediyim kimi həkimlər var ki, dünyada bunu qəbul olunmuş bir belə deyək, resept deyək, qəbul olunmuşdur ki, yəni alimlər tərəfindən elə xəstəliklər var ki, həqiqətən oruç tutmaqla müalicə olunur. Yəni adına oruç qoymurlar ha, amma o vaxt var ki, bu vaxtda kimi yemək olmaq, yeməyəcəksən, vaxtı yeyəcəksən. Hətta mənim sözü kəsən baxsın, İslamla biraz əlaqəsi olmayan insanlar oruç diyeti deyə deyirlər. Yəni bəli, yəni İslamı qoymaq istəmirlər. Amma deyirlər ki, yəni orucun da belə bir faydası vardır. Eynən sizin dediyiniz kimi. Yəni o cümlədən də o dediyiniz kimi, yəni göz niyə, dil niyə? Çünki insanın bir var maddi, fiziki olaraq xəstəlikləri var, biolojik olaraq deyək dediyimiz xəstəliklər var, bir də ki, mənəvi xəstəliklər var. Məsəl üçün, mənəvi xəstəliklərdən həsəddir, kibirdir, özünü bəyənməkdir. Yəni bu mənəvi xəstəliklərdir. Bu Ramazan ayında da Allah Azza və Cəllədir insanı həm də o xəstəliklərdən də müalicə eləyir. Məsəl üçün, acların halını anlamaq. Ramazan ayında ən gözəl müalicə. Ac qaldığın zaman düşünürsən ki, Allah, bu insanlar demək ac olduqları zaman bu hissləri keçirirlərmiş. Yəni Allah, bu insanlar susuz olduğu zaman bu hala düşürlərmiş. Demək susuzluq neymiş? Biz həmd olsun Allaha nə qədər şükür etsək belə, yəni bizim Allahın verdiyi nemətləri sahib bitirənmərik. Amma hər kəs, bütün dünyada hər kəs belə bir xeyir. Demək biz nə edəcəyik? Özümüzü müalicə eləmək üçün mənəvi olaraqdan söhbət gedir hələ. Hələ biolojik olaraq deyil. Acların halını düşünəcəyik. Və acların halını düşünərək də özümüzdən başqasını düşünəcəyik. Və nə olacaqdır? Əlimiz verən əl olacaqdır. Bax, bu şəkildə müalicə edəcək oruc bizi. Daha rahat verməyim. Bəli, qəlbdən, ixlasdan, sevgi ilə, məhəbbətlə, qayğı ilə verməyə çalışacağıq.
Bax, bu şəkildə bizi müalicə edir. Və qaldı ki, gözün məsələsi. Bilirsiniz ki, Allahın qadağı buyurduqları, haram buyurduqlarından biri nədir? Gözün harama baxmasıdır, əlin haram tutmasıdır, məsəl üçün ayağın haram yerə getməsidir. Yəni ən azından məsəl üçün dindar olmayan təbəqə belə Ramazan ayında məsəl üçün Allah onlara islah eləsin, hidayət versin təbii ki, bizim duamızdır. Bu insanlara xeyir duamızdır ki, ya Rəbbim, onlara hidayət ver. Məsəl üçün elə insanlar tanıyırıq ki, biz içki içən insandır, amma Ramazan ayında içmir adam. Hörmət, kəramət. Bəli, ən azından Ramazana hörmət edir. Amma inşallah ki, onun o qoyduğu hörmət də Allah onun qəlbinə bir hidayətlə vəsf olar. Yəni bax bu yöndən məsəl üçün dilinə diqqət eləmə məsələsində, yəni ağza diqqət eləmək onun o yöndəndir. Məsələn, dilinə diqqət eləməkdə qeybət məsələsi. Məsələn, bilirsiniz ki, bəli, çox eləmirəm deyib. Dəhşət bir şeydir. Yəni bu vaxtda bəli, ayət kərimədə Allah azza və cəllə buyurur ki, deyir: "Vaylul likulli humazatil lumazə." Vay deyir o lumazə edənlərin, yəni qeybət edənlərin halına ki, yəni arxasında bilirsiniz ki, kimsənin arxasında danışsan, onda olsa qeybət olur, onda olmasa iftira olur. Yəni olmayan şey danışmaq. Olmayan şey iftira, lap günah, böyük günah olur. Amma olsa belə yenə qeybət olur. Çünki niyə görə insan o bəyənməz yəni sənin arxasında danışdığını. Ona görə məsələn oruçda artıq tək insanın mədəsinin az qalması deyildir. Yəni dili qeybətdən uzaqlaşdırmaq. Bu xəstəlikdən uzaqlaşmış oluruq əlhamdülillah. Bu bir müalicə deyək. İkinci məsəl üçün daha çox diqqət edirik gözümüzə məsələn. Bilirsiniz ki, bu zamanımızda həqiqətən də tək zina dediyimiz o deyir Allah azza və la taqrabuz zina deyir. Zinadan uzaqlaşın deyir. Yəni Allah bizə yaxınlaşmayın deyir. Hətta etmək yox, yaxınlaşmayın. Sərhəd qoyur. Yəni tək zina o deyildir. Yəni insan bir-birindən belə deyək də bizim bildiyimiz o zina deyildir. Gözün də zinası var. Allah mühafizə etsin. Bu gün çox ən çətin dövrdə yaşayırıq həqiqətən də. Qaçılmaz bir vəziyyətdəyik yəni. Tamam, gözün zinası belə zinanın tam özünə aparır yəni. Yəni özünə bəli. Hikməti gərək, yəni insan baxır, ağlında, şuur altında onu daha canlandırır, bəli, şeytan, bəli. Yəni və insan həqiqətən sonda tam fərqli bir mənzərəyə gəlib çıxa bilər bundan. Zaten o bir başlanğıcdır. Sevdirir. Yəni sevdirir, Allah qorusun. O da bir baxışdır. Yəni bəli. Bir dəfə baxacaqsan. Yəni də onsuz da o şeytanın hamısı vəsvəsəsidir. Baxdın da nə oldu ki, heç nə bilmədim. Amma o bir addımdır. Artıq o yola gedir. Ona görə Ramazan ayından ağaraq gözümüzü məsələn qoruyuruq. Başımızı aşağı sarırıq, gözümüzü görməsin deyə. Çünki gözümüzlə oruç tutdururuq. İşte onun hikməti budur. Ki oruç tutmaq tək mədən az qalmasına deyil. Bir də müəllim, məsələn o baxışı çevirəndə bilmirəm, hədisdir yoxsa bir Həzrət Əlin bir sözüdür ki, deyir, Həzrət Əli radiyallahu anh deyir ki, deyir, birinci baxış deyir, birinci baxdığım zaman elə bir ki, məsəl üçün deyək ki, yol gedirsən bir anlıq gözün qarşına biri çıxdı. O sənin belə deyək, əleyhinə deyildir, leyhinədir. Amma ikinci baxdığın zaman da sənin əleyhinədir. Çünki artıq sənin iradənə artıq girmiş olur. Məsəl üçün bir yol gedirsən, gözün nəsə daşdı, tez üzü çevirsən, o sənin leyhinədir, əleyhinə deyil. İkinci və baxdınsa artıq o sənin əleyhinədir. Hətta müəllim, əgər bunu vərdiş halına çevirəndən sonra Allah insanın qəlbinə elə bir rahatlıq Çox gözəl açırsan maşallah, əlhamdülillah. O haqda da hədis Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim bir haramdan üzünü çöndürərsə, gözünü çöndürərsə, Allah onun qəlbinə huzur verər, huzur bəxş eləyər. Hətta bir qardaş demiş ki, mən bir xal kimi düşünürəm. Məsələn, bir xanıma baxmayanda özümə demişəm, məsələn, 10 xal, 20 xal, yəni əlhamdülillah. Özünü o şeyə müalicə edir, bəli. Çalışır ki, belə bir yol tutmuşam, metod tutmuşam. Çox gözəl maşallah. Bir də müəllim, hal-hazırda Ramazanı necə dəyərləndirməliyik? Düzdür, başlanğıcda biraz girdi oruc məsələsinə, ay məsələsinə, amma ümumi olaraq bu Ramazanın içində hal-hazırda yaşayırıq və çox az bir dönəmi qaldı. Yəni çox sürətlə gəldi, keçdi, adam bilmir yəni. Dünən başlamışdıq, artıq bitirməyə doğru gedir. Maraqlıdır ki, bu Ramazanı daha necə dəyərləndirə bilərik? Daha necə mənəviyyatımızı daha necə artıra bilərik? Məsələn, Ramazan gəldiyi təqdirdə Ramazanın ruhunu yaşaya bilməyən insanlar var. Möminlərin içərisində də bu var. Yəni mömin olmayan insanları qoyduğum bir kənara. Möminlərin içərisində belə Ramazan gəldiyi anda məscidə gələ bilməyən, o iradəni özünü tapa bilməyən, o mənəviyyatı özünü tapıb o məscidə gələ bilməyən insanlar var. Ramazanda təravihlərə gələ bilməyən, təravih qıla bilməyən, 20 rükət nəfsinə dəşib ağır gələn insanlar var yəni. Bunları biraz açaq. Yəni necə dəyərləndirək ki, Ramazan ab-havası bizə təsir etsin? Birinci növbədə deyirsiniz ki, o var elə insanlar bəzən deyir ki, mən sanki mənim üçün normal gəlir, həyəcanım yoxdur. İlk başda bir söz söylədim Ceyhun qardaş. Bu inanc işidir, iman işidir. Bir müsəlman, bir mömin iman edibsə, bilirsiniz ki, oruç tutmaq İslamın 5 şərtindən biridir. Hələ Bəqərə surəsinin bu 183-cü ayətini demirəm, 185-ci ayətini demirəm ki, o ayətin sizdən əvvəlki ümmətlərə oruç fərz qılındı, sizə də fərz qılındı deyə. Yəni bu əmr öz yerində. Bir də İslamın 5 şərtindən biridir ki, İslam'a girdinsə şərtləri qəbul etməlisən. Kəlmə şəhadət gətirməkdir, namaz qılmaq 5 vaxtdır, oruç tutmaqdır Ramazan ayında. Yəni imkan olan hacı gedib və zəkat verməkdir. Yəni bunu bir mömin müsəlman dərk edəndən sonra bu əmrdir və fəzilətinə inanaraq, bax Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmin işte sən dediyin təravih namazının bir müjdə var ki, fəzilətinə inanaraq
iman edərək orucunu tutub və təravih namazlarını qılan keçmiş günahları bağışlanar Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm. Yəni əslində Ramazanın bizim dəyişəcəyimiz Bəli, ümidlə bəli. yaşamalıyıq. Bəli, yəni bilsin nətərdir? Yenə də deyirəm, bax bu inanc işidir. Çünki bir müsəlman bax bəzən bizim imanımız zəifləyir. Məsələn, niyə zəifləyir? Çünki İslamın sərhədlərinə diqqət etmədiyimizdən dolayı, ibadətlərimizdə düzgün vaxtında ayırmadığımızdan dolayı bəzən deyirlər, mən namazı tərk elədim. Sən namazı tərk eləmədin. Namaz səni tərk elədi. Çünki bizim bəzi əməllərimizə görə bizdən müəyyən bir mənəvi hallar var ki, hər insanın hala indi öldür. Mənəvi hallar var ki, o səndən gedər. Niyə gedər? Çünki sən onu önəmsəmirsən. Pozitiv psixologiya buna müsbət enerjidir. Bəli, ayso, müsbət və mənfi. Bəli. Yəni bu gün misal üçün insan əslində özünü iç başdan hazırlamalıdır. Bu haqqda da ən gözəl misal sahabelərdən verə bilərik. Allah Rasulullah sallallahu əleyhi və səlləm belə bir hədis şərifət düzdür, onu zəif deyənlər də var, amma bəzi hədislər var ki, alimlər tərəfindən o fəzilət olduğu üçün qəbul olunur. Sənədlərinə zəif olsa belə Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm nə deyir? Allahummə barik lənə fi Rəcəb və Şəban və bəlliğnə Ramazan. Və sahabelər də bunu dua elərdi. Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazana qovuşdur deyə dua elərdi. Bu nə deməkdir? Sahabelər həyəcanla Ramazanı gözləyirmiş. Ki, ya Rəbbim, mənə Ramazanı qovuşdur. Mən hətta şuurlu olmalı. Bəli, bəli. Rəcəbdə məsələn oruç tutarlardı, Şaban ayında da oruç tutarlardı və Peyğəmbər Əfəndimizin ən çox oruç tutduğu ayda Şaban ayı məsələn. Yəni bu bir Ramazana bir həyəcan idi, hazırlıq idi. Və ondan da sonra hətta Ramazan girdikdən sonra da sahabelər Ramazandan sonra da bu səfər belə dua elədi. Ya Rəbbim, Ramazanı bizdən razı qıl və etdiyimiz ibadətlərimizi qəbul elə. Və bir neçə ay belə dua elərlər. Ki, artıq Ramazana çıxmışıq amma bilmirik. Çünki insan heç kim bilmir ki, bu gün bizim ibadətlərimiz nə haldadır. Onu nə zaman biləcək? Qiyamət. Allahın huzurunda ikən bizə inşallah bizə mükafatını verdiyin zaman və yaxud da ki Allah qorusun, cəza olarsa Allah mühafizə etsin. Onu da biləcəyik. Hələ ki bu dünyaya bilmək olmaz. Çünki zaten bu imtahan dünyasıdır. Yəni əslində bunu niyə söylədim sahabəni? Bu bir həyəcandır. Sahabədə də bu var idi və bizim də ən böyük birinci növbədə örnək götürəcəyimiz şəxs əshabdır, peyğəmbərimizdir. Demək bu gün bizdə o yoxsa həyəcanımız etmiş demək. O həyəcanın da etmə səbəbləri vardır. Önəmsəməməkdir. Məsəl üçün sən bu gün təravih namazına gəlmirsən. Təbii ki, Peyğəmbərimizin dövründə təravih namazları məsəl üçün Peyğəmbərimizin rəvayət var ki, 2 dəfə ya da 3 dəfə ən çox olan görüşlərdən biri 2 dəfə deyir Peyğəmbərimiz təravih cəmaatla qılmış. Məsələn, Həzrət Ömərin dövründə artıq 20 qılınmış və davamlı qılınmış. Yəni nə demək istəyirəm? Təravih namazı burada təbii ki, fərz deyildir. Hətta belə bir hadisə baş verir, onu da nəql eləyək ki, tam aydın olsun ki, təravih namazı əslində sünnət müəkkədədir yəni. Yəni Peyğəmbərimizin tək etmədiyi sünnətlərdən biridir, amma cəmaatla qılmayıb. Tək də qıla bilərsən, amma cəmaatda bir bərəkət var. Hətta belə bir hadisəni deyim sizə ki, o aydın olsun deyənə. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm təraviyə gəlmir ikinci gündən sonra. Sahabelər deyir ki, ya Rasul, sənin gözlədi gəlmədin. Deyir, mən deyir, qorxdum ki, deyir, siz təravih namazını fərz bilərsiniz. Ona görə gəlmədim və biz gələcək ümmətinə bir mesajdır. Demək ki, təravih namazı nafilə namazdır, amma fəzilətli namazdır. Fəzilətli namazdır. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm qılmış və ev xalqının da ona təşviq etmiş. Yəni ona görə bu gün həyəcanın olmamasının səbəbi, qardaş, toplumda bərəkət vardır. Toplumdan getmələri, uzaqlaşmasıdır. Bu gün məsələn müsəlmanlar deyək ki, elhamdülillah, yəni bu günlərdə 10 il bundan əvvəlki, yəni ümmət deyil, həmd olsun. Nə mənada? Düzdür, imtahanlar çox oldu. Yəni müsəlmanlara çox zərbələr gəldi. Yəni şəhidlərimiz oldu, təbii ki. İslam aləmindən söhbət gedir bu. Yəni amma müsəlmanların sayı çoxaldı. Hətta qeyri-müslimlərin çoxsu müsəlmanlığa keçdi. Bu bir təbii ki imtahandır öz yerində. Bu dünya imtahan dünyasıdır. Amma nə demək istəyirəm? Bu gün özəlliklə də gənc nəslin məsciddən uzaq olduğunu görürük. Müsəlmanlar deyəndə müəllim fərqli bir fiqur gözlərində formalaşır da. O müəyyən hadisələrin olması, eləməsi insanların məsciddə sadəcə beyni filtrlənmiş, beyni yuyulmuş insanların yetişmə düşüncəsinə gətirib çıxardır. Yəni təzə namaza başlayanda istər-istəməz insanlar biraz çəkinir məscidə girməkdən. Girərən birdən mən fərqli yola çəkərlər, fərqli yerə apararlar. Yəni bu məscidlərin üzərinə vurduqları bu damğa nəticəsində bu möhür, yanlış möhür, onları soğutdu bu şeylərdən ki, yəni gənclər istər-istəməz fərqli bir məzəmmət. Bu da doğrudur. Çox gözəl vurğuladınız. Bu da müasir dövrümüzün bu dəqiqə kəmiyyət, keyfiyyət məsələsi var. Əlbəttə ki, amma indi şükürlər olsun ki, həmd olsun. Bu gün məscidlərimiz rəsmidir, imamlarımız rəsmi imamlardır. Yəni artıq öz başına heç kim imam keçə bilməz. Ona görə bizim hər zaman təbii ki, əlbəttə məscidə gələn cəmaatlarda Allah bərəkət versin. Amin. Gözəl qardaşlarımız var, həmd olsun. Məscid cəmaatımızda gözəl qardaşlarımız var. Şükürlər olsun. Amma dediyiniz kimi bir mənalı qarşılanmayan tərəfləri də var. Amma biz bu yöndə də bir mesajımız var təbii ki. Biz hər zaman söylüyoruz ki, elmi öyrəndiyiniz zaman əziz qardaşlar, bazılarımız kimdən öyrənirsiniz? Kimdən öyrən? Bu gün yəni məscidin imamları niyə görə ideal görürəm? Niyə görə? Çünki onlar hər kəs tərəfdən qəbul olunmuş birilərdir. Yəni bu gün məscidin imamlarının arxasında cəmaət durur. Hər bir cəmaatdan var məsəl. O deməkdir ki, qəbul olunmuş bir imamdır bu.
Bəli. Ona görə də təbii ki, bizim imamlarımız da həmd olsun, yəni əvvəlki dövrdələr artıq həm sağlam düşüncəyə sahibdilər, həm sağlam İslamı düşüncəyə sahibdilər, həm də insanlara itidal yolu olaraq yönəldirlər. Yəni nə ifrat olmaz, nə tefrit olmaz. Ona görə itidal davranırlar. Belə də olmalıdır əslində. İslam itidal yoludur yəni. Yəni sevdirəcəksən, asanlaşdıracaqsan, nifrət etdirməyəcəksən. Yəni bu yöndən inşallah anlaşmalarında heç bir problem yoxdur. Qardaşlarımız o yöndən də mesaj vermiş olaq ki, yəni Bir də çəkinməsinlər. Başqa bir sualımda Ramazan ayı içində məlum məsələ Qədir gecəsinin olmasıdır və bu Qədir gecəsinə bir belə deyək də, müəyyən bir gecəyə xas qılınaraqdan normal digər günləri normal yaşayıb müəyyən bir gecəyə fokuslanmaqmı? Ramazanın bütün tamamını bir paket olaraq Qədir gecəsi funksiyasında görüb yaşamaqmı? Yoxsa bir axtarış içində olmaqmı? Bunu biraz daha açıq görün. Yəni o Qədir gecəsinin mahiyyəti tam olaraq nədir? Rəbbimiz bizdən nə istəyir? Yəni o Qədir gecəsinə çatdıq. Xüsusi nə etməliyik? Yəni onu biraz açıq istəyirəm. Bu haqda birinci növbədə təbii ki, bizim müraciət edəcəyimiz həm ayət var, həm də hədis var. Qədir gecəsinin haqqında Allah Azza və Cəllə Qədr surəsi var Quran-Kərimdə. Orada Qədir gecəsinin haqqında bəhs eləyir. Fəziləti haqqında 1000 aydan xeyir olması. Məsələn, Əstəğfirullah başdan deyək ayəti. İnnə ənzəlnahu fi leylətil qadr. Biz Qurani-Kərimi Qədir gecəsində nazil etdik. Sonra ikinci ayətdə və mə ədrakə mə leylətü. Sən deyir, dərk edirsənmi deyir. Qədir gecəsi nədir? Leylətul qadr xayrun min əlfi şəhr. Deyir, o gecə 1000 aydan xeyirlidir. Bir mənalı olaraq Quran-Kərimdə ayətdir. Qədir gecəsinin var olması. Bu heç bir ixtilaf ola bilməz. İndi isə hansı gündə məsələsi var? O vaxtda da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təbii ki, hədislərə müraciət etdiyimiz zaman bu ortaya çıxır. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm bir neçə hədisləri var ki, yəni onun ən sağlamları bunlardır ki, Qədir gecəsini son 10 gündə axtarın, tək günlərdə axtarın və bir də Peyğəmbərimizin bir hədis-i şərif var ki, o gecə mənə göstərildi və sonra mənə unutturuldu. Bax, ən önəmlisi də budur. Yəni orada da bir hikmət var əlbəttə ki. Yəni Allah Azza və Cəllə öz qulunu ona ibadət etməyini istəyir. Bu gün əgər təyin olunsaydı ki, bu həmin gündür, Amma onu gözləyəcəyik. amma hamı bir dənə o gündə ibadət eləyərdi. O zaman yəni bu bir belə deyək də hamı başa düşəcəyi bir şeydir yəni. Həmin gündə ibadət eləyərdi, qalan günlərdə ibadət eləməzdi. Hə. Bunun da bir hikməti budur. Bir hikmət də bu təbii ki, hamı tərəfindən bilinən bir şeydir bu. Amma əsas məsələ nədir? Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmin bu haqqda hədisi var ki və ayət var ki, biz onu o gecə endirdik və fəzilət haqqında deyir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bu haqqda da deyəndən sonra da hətta həyatına baxdığımız zaman Həzrət Ayşə radiyallahu anhamızdan rivayet olunur hədis ki, Allah Rəsulü deyir, Qədir gecələri deyir, yəni o son 10 günündə 10 gündə deyir, özü və ailəsini deyir, namaza qaldırardı və təşviq edirdi. Yəni bu gecələrdə əlbəttə ki, nə qılmalı etdiyəndə Quran-Kərimin indiyi ay olduğu üçün Quran oxumalıyıq. Ola bilsin Quran-Kərim ərəbcə bilməyənlər var məsələn. Ramazan ayı təbii ki, kimsə Quran oxuya bilmirsə, onun Quran oxumağına vəsilə olsun inşallah. Öyrənməyinə bir vəsilə olsun. Quran oxumağı ərəbcə bilməyənlər məsələn, deməsən ki, mən Quran oxuya bilmirəm. Ən azından Quranın mənası, tərcüməsini oxusun və ibadətlər eləsin, zikirlər eləsin, istiğfarlar eləsin və bu haqqda da həmin gecədə də Ayşə anamızın məşhur bir hədisi var ki, ya Rasulullah, mən əgər Qədir gecəsinə rastlasam, hansı duanı eləyim? Əslində burası çox önəmli. Bəli. Hansı Qədir gecəsi 1000 aydan daha xeyirli. Bəli, hansı duanı və sənə duaların deyirlər çevrilmə ehtimalı demək var. Yoxdur. bəli, ayəsə. Ona görə də bu məşhur bir hədisdir ki, yəni hər kəs tərəfindən səhih olan hədisdir ki, bu haqqda Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm belə buyurur: "Allahummə innəkə afuvun kərimun tuhibbul affa fa'fu anni." Mənası budur ki, Allahım, sən bağışlayansan, kərimsən, bağışlamağı sevirsən, bizim də günahımızı bağışla. Yəni Ayşə anamıza radiyallahu anha anamıza dediyi duadır ki, öyrətdiyi duadır ki, inşallah biz də bu ünvanla əgər inşallah Rəbbim bizi Qədir gecəsinə rastlamağı nəsib eləsin. İnşallah. Yəni bunu biz bilmədiyimiz üçün bizim tövsiyəmiz hər zaman budur ki, hər deyir gecəni Qədir bil deyir. Qədir bil, hər deyir görünür Xızır bil, hər gecəni Qədir bil. Yəni bu gecələrə hamısını Qədir biləcək inşallah ki və bu duanı mütəmadi eləyəcək hər gecə. İnşallah tavaffuq olar, həmin günə düşər. İnşallah biz də bağışlanan qullarına olarıq. Düşünməlim, duanın özü belə bir hədəf verir. Yəni insanın Ramazan keçirdin, oruçdun, Allahın əcrlərini, nafilələr elədin. Nə üçün? Bağışlanmaq üçün. Yəni tam bir hədəf verir. Yəni bütün qayə məqsəd Allah səni bağışlasa, bütün qayə məqsəd bu olmadı. Yəni bu gün çalışırıq, fərqli qayələr qoyduq, amma bir dənə qayəmiz var ki, Allah bizi həqiqətən bağışlasın ki, biz də o əbədi olan... Əslində Allah çox gözəl mövzunu açdım buradan. Allah Quran-Kərimdə fikir versəniz, Ceyhun qardaşım, Allah mükafatdan bəhs eləyir. Daima mükafatdan bəhs eləyir. Cənnətdən, cənnət olan nemətlərdən bəhs eləyir. Məsələn, bilirsiniz də ki, oruclunun deyir, savabı mənim qatımdadır. Mən verərəm onun savabını və onu rəyan
cənnətin reyyan qapısı var ki, onunla müjdələyir Allah Azza və Cəllə. Əslində insan bir şeyi meyllidir qarşılıqlı etməyə. İnsanlı halını yəni. Evet. Allah da qulunu gözəl tanıdığı üçün onu müjdələyir. İnsan həqiqətən də bir məsəl üçün bu orucu tutduğumuz zamanda əlbəttə bunun fəzilətini də düşünərək tuturuq. Yəni ki, inşallah cənnətdən mən bundan məhrum qalmayım. Həm günahlarım bağışlansın, bunu etmişəm. İnsan çünki ins kökündən gəlmişdir, üsyan edən bir varlıqdır. Yəni günaha meyillidir. Yəni qüsursuz, günahsız bir insan yoxdur. Ona görə o belə deyək, insanda o motivasiya var həmişə ki, özünü hazırlayır ki, mən inşallah bağışlanacağam və bunu hər bir kəsdə etiraf eləməlidir ki, öz içində təbii ki, kimsəyə aşmamaq şərti ilə mən bunu etdim ya Rəbbim, sən etmə, sən günahımı bağışla deyə hər zaman etiraf içində olmalıdır Allahın huzurunda. Bir də müəllim, bu çox verilən suallardan birisidir. Bayram günü oruç tutmaq məsələsi. Bayrama getməmişdən qabaq Bunu birisi nədən qarışdırırlar Ceyhun qardaşım? Bunu hər zaman bayramda bir gün qalmış sual verirlər həmişə. Bu məsələ nədir? Bu əslində toplum içində bunu əslində nəyə görə qarışdırırlar deyirəm sizə. Bu Qurban bayramında sünnətdir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qurbanını kəsməmişdən əvvəl səhər heç nə yemirmiş və gedib kəsəndən sonra kəsdiyi ətdən yeyirmiş. İndi bu Ramazanda bunu qarışdırırlar ki, yəni gedibsən oruç tutursan bayramda gəlirsən. Xeyr, əsla əksinə bayram günü oruç tutmaq haramdır. Əksinə. Yəni bununla bir mesaj vermiş olaraq ki, bayram günü oruç tutmaq haramdır. Artıq Ramazanın son orucunu tuturuq deyək ki, 29 günsə 29 gün tuturuq. Ondan sonra sabahsı gün bayramdırsa artıq bayramı əsla oruç tutmuruq. Buradan da mesaj vermiş olaq inşallah. İnşallah. Son olaraq mənim nəsə xüsusi bir vurğulamaq istədiniz, başqa bir nəsə mövzu varsa onu da vurğulayın inşallah videonu kənarda. Son olaraq əlbəttə hər zaman belə bir gözəl bir mövzuların axırında dualarımızla hər zaman sonlandırırıq və dualarımızın əlbəttə ki, içində bir mesajlar da var. Rəbbim inşallah bizi həqiqi Ramazan ayını yaşamağa nəsib eləsin. Amin. Və bizim bilirsiniz ki, ən sevinçli günlərdir bayram günləri. Biz müsəlmanların elhamda iki bayram var. Bir Ramazan, bir də Qurban bayramı var. Və ən önəmli, bunu hər zaman böyüklərimizdən də eşidirik ki, ən gözəl bayram olan o bayramdır ki, düzdür, Ramazan ayının bayramı, səhəri bayram namazını qılırıq və görüşürük, yəni ziyarət edirik, əzizlərimizi ziyarət edirik. Yəni çoxlu ziyarətlərimiz olur, istər sıla-i rahim olsun və bayramın sevincini yaşayırıq. Amma ən gözəl bayram, ən gözəl sevinç günümüz bizim cənnətdə Reyyan qapısından ey qulum, gəl bu qapıdan daxil ol dediyi zaman o bayram bizə nəsib eləsin. Amin. Çünki bu da lap ilk öncə dediyin bir məsələ var, daha dediyini, insanlar niyə həyəcanlı deyil. Həyəcanlı yaşamaq lazımdır ki, Ramazanı, o eşqi yaşamaq lazımdır ki, və o eşqdən də Ramazan ayını tamamlayaq. O eşqin də içində nələr var? Quru-quru sevgi olmaz. İbadət var. Bəli, isbat istəyir. İbadət var. Xeyr, həsənat əməllər var. Məsəl üçün, müsəlmanlar ən çox bu ayda verir. Sədəqəsini, zəkatını, məsəl fitr zəkatını inşallah Ramazan ayını, buradan da mesaj vermiş olağında, Ramazan ayının sonunda bu il məsəl üçün 7-8-10 manat arası fitr zəkatı adam başı, yəni hər ailədə neçə nəfər varsa adam başı verilməlidir. Bundan da mesaj vermiş olar. Yəni bu həyəcanı yaşamaq lazımdır. İstər zəkatını verən bu ayda versin, sədəqəsini verən daha çox versin. Çünki daha çox fəzilətli günlərdir bu günlər. Bunu təbii ki, yaşayıb bir bütün hala gətirəndən sonra, bayaq ki, bir paket halına gətirəndən sonra, yəni inşallah ən gözəl bayramımız buyur ey qulum, Reyyan qapısından gir, daxil ol dediyin zaman bizə o bayramı nəsib eləsin Rəbbimiz. İnşallah Rəbbim də Cəmalullahı görməyi. Amin, amin, amin. Mükafatımız olsun. Bəli, amin. Onu da görməyi Rəbbim ümid edirəm ki, cümlə qəlbən inanıb yaşamaq istəyən möminlərə nəsib eləsin. Amin. Allah razı olsun Ceyhun qardaşım. Mən çox şad oldum. Bizi gözəl bir mövzuya dəvət elədin. Allah sənə bərəkət versin. Biz də səni Allah üçün çox istəyirik. Allah səni hər zaman müvəffəq eləsin. Amin. Allah razı olsun. Bizləri dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah bizlərə dəstək olmaq üçün videomuzu bəyənməyi, paylaşmağı və ətrafınızda insanlarla da bölüşməyi unutmayın. Dinlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirik.